Biz yine sizlerle öz kariyerimizi kurup futbolcu olmağa çalışırıq və mən sezon 4'dəyəm. Sizdən əvvəl biraz oynadım 10-15 dəqiqə. Aha, 10-15 dəqiqə yenə 10-15 gün. Hə, deməli bu oyunda nə edirik? Bu oyunun adı Soccer Superstar. Soccer Superstar. Yani ki Soccer Superstar, bakın burada yazılır. Soccer Superstar o deməkdir ki, yani oyuncu, yani süper oyuncu olmaq. Yani məqsəd budur burada. Mən isə indi antrenmana qədər çatmışdım. Yok, hə, mən birinci sezonumu daha doğrusu 3 sezon Qarabağda oynadım və indi isə Paris Saint-Germainə keçmişəm. Ora transfer oldum və mənim kupalarım və geyimim. Baxın, belə geyindirmişəm özümü. Qolum 49 dənə qolum var. 156 dənə ulduz almışam. Yəni ulduz almışam deyəndə ki 156-dır yəni. Ulduzum 156-dır. Hər oyun 3 ulduz verirlər. 3 ulduz üzərindən neçə ulduz versələr mənə, o da bura gəlir. 156 ulduzum var, yəni 156 bəyənim var. Bəyənirlər mən 156 nəfər. Və asistim 22-dir, qolum isə 49. Adımı isə Həsənov Hüseyin qoymuşam, Hüseyin. Takımımız da indi bir dəqiqə Parisi və kupalar Azərbaycan kupasını qazandım. Qarabağda oynayanda Azərbaycan liqasını. Baxın, sezon 2 Qarabağ. Sezon 1 Qarabağ. Sezon 3 və Azərbaycan kupasını aldım. Və Golden Boy, yəni qızıl oğlan. Retro Frenzy'ni almışam. Dəqiqə ayın tarixine baxın. Bəli. 21 gün bundan əvvəl. İndi isə Parislə Napoli'yə qarşı oynayırıq. Bakın, çok yaxşı bir oyun, çok əla bir oyundu. Ballon d'Or seçmələri, ondan sonra ilin oyuncusu falan her şey var. Bakın, indi oyunu sizə öyrədəcəm. Belə deyim, buradan paslar verməlisən, oradan ağıllı hərəkətlərlə gedib ora vurmalısan. Ayda, qəşəng. Bakın, qapçılar da burada çox güclü olur. Aha, gol. Əla bir dənə gol atdıq və indi isə korner kullanırıq. Qalxdıq və 90'lıqdan başlamına qolla 2-0 udduq. Belə arada reklamlar gəlir, amma Naratomi indi bir dəqiqə Wi-Fi söndürək, gəlməyəcək indi Naratomi. Amma 67. leveli bir nəfər bəyəndi. Yəni bir nəfər bəyəndi deyəndə ki, yəni, oynayışa neçə ulduz versələr o qədər. Məsələn, mənim indi bir 149 dənə ulduzum varsa 149.000 azarkeşim var. Yəni belə bir şeydir. Bəli, burada pas verdik. Buradan qaldırırıq. Aha, buradan bura bir ulduza vurmağa çalışırıq və vurduq. Əla. İndi isə Ballon d'Or seçmələri olacaq. İndi yox, yəni Ballon d'Or seçmələri olacaq 5-ci və 6-cı, 5-ci ya da 6-cı sezonda. Baxın, mənim şəklimi götürürəm. Yəni mənim deyəndə ki, belə yəni şeydə oyundakı şəklimi. Ay, baxın, uzaqlaşdırırlar belə. Amma biz onların arasından keçməliyik. Vurmalıyıq. Ayda. Ay, yenə. Və yenidən denirik. Pas verdik bura. Bu da verdi bura. Verdik. Baxın, üstündə ulduz olan oyuncu mən özüməm. En olmadı.
Baxın, mən vuranda, yəni özüm vuranda, öz düzəltdiyim karakteri vuranda, Hüseyin yəni adı elə qoymuşam. Özüm vuranda öz karakterim. Ha baxın, o vuranda topa renk çıxır arxasından. Yəni gələndə baxın indi görəsiniz bax. Baxın indi mən vuracağam arxasından mavilər çıxacaq. Gördünüz? Belə. Yəni oyun çox mükəmməl oyundur. İstədiyiniz komandaya girib istədiyiniz oyunda oynayıb. Yəni istəsəm mən o oyunu oynayan mənə başqasını oynaya bilərəm. Yəni istədiyiniz oyuna girirsiniz. Yəni bu oyun axırı bilmirəm var yoxdur. Amma yəni bunun axırı olmamalıdır məncə. Olmamalıdır. Axıra qədər elə getməlidir. Bir də yəni indi dəqiqə oyunda sizə Ballon d'Or verəcəklər. Yəni Ballon d'Or seçmələri zad olacaq. Başqa adamlarla oynayacaqsınız, həqiqi adamlarla. Onda Ballon d'Or seçmələri olacaq. Kim udsa, yəni kim ildə qapıcı ki, ildə kim şey olsa, çox gol, çox asist, yəni ilin ən yaxşı oyuncusuna Ballon d'Or verəcəklər və Çempionlar Liqasında falan çıxmaq olur. Yəni hər şey var. Mets'le oynayırıq. Mets. Komandanın adıdır. İndi mən pas verəndə baxın. Pas mən yox vururam. Aha, amma bundan çıxmır, görürsünüz. Arxadan renk çıxmır. Və cərimə vururuq yəni. Göründü qaqabız nətər cərimə vurur. Qola baxın. Qapıcı gizdi burada. Maradona'ydı o. Yani oynadıkça krampon falan verirlər. Bir dənə yenidən təkrarlama bileti verirlər. İndi mən onu sizə göstərəcəm nətər işlərini. Yəni bir də səhvimiz olanda göstərəcəm. Əla vurduq. Qazandıq. Belə ağıllı olun da, yəni ağıllı olun. Məndən oynamayın. Mən Napoli'yə bax. Yəni mənlə oynamaq istəyən ağıllı olsun. Sizlə deyil amma yəni üstünüzə etməyin. İndi o qaytaracaq və biz yenidən vuracaq və gol. Gol. Yəni burada hər şeyi hesablamalısan, hər şeyi. Aha, yenə cərimə. Aha, tutdu. Baxın, indi bu biletin üstünə belə vururuq aslında. Yəni o bir dəfə işlərdə gördüyünüz kimi. Aha, vurduq. Gol. Ondan sonra indi. Vur. Ay. Nahardı bu. Çox maraqlı oynuyor bu. Həqiqətən öz kariyerini qurmaq, öz oyununu sərgiləmək. Yəni necə deyim? Yəni, arada belə səhvlər olur. Gol. Ne? Oydu, bu bölüm çox çətindir. Bu çempion... Ay, bura haradır? Mən nə oynayıyorum? Hemen daha oynayıyorum. Aha, vur, vur. Onu bırak, onu bırak. Ay. Aha, axır ki topu aldı. Axır ki. Bura bir daha pas verək. Qəşəng.
Gol. Axır ki bunu vurdu. Axır ki. Axır ki vurdu. Napoli'yə də bir daha postdan qoydu. Xastan getdilər. İndi antrenman yeri. Antrenman oyunu yeri. Yani bu bizim için antrenman oyunu. Çünkü Lens yani oyunun en güçsüz en güçsüz takımıdır. Görürsünüz de özlerine pas verirəm. Onlar oynayamıyorlar. Ama kapıcıya bak. Antrenmanımızı da burada tutaraq belə. Gol. Belə. Aha, çempion oldu və kupanı qaldırdı. İndi isə gedirik kupa yerinə. Gələk hələ kupanı mənə mi verdilər, başqasına mı verdilər? Başqa takım arkadaşına mı verdilər? Deyəsən mənə verdilər. Kupamıza baxaq görək, kupamızı verdilər və Fransa liqasında birinci yer olduq və kupamızı aldıq. İndi isə finala gəldik. Avropa çempionu, Avropa çempionu kupasını kim alacaq? Portuqaliya mı? Yoxsa Paris mi? Təbii ki, təbii ki, Paris alacaq. Əlin də düşər qırılar yerə, əlimi niyə vursan? Biraz qabağa çəkək. Aha, bax, gol. Gol. Top niyə havadadır? Gola vurdum. Və udduq. Udduqlar da. Böyle Çempionlar Ligası Avropa çempionu oldu Paris. Azərbaycan deyəsən təzədən kapitan kimi gedirik. 10 nömrəymiş bu bir. Kapitan yerinə gedirik. Nəsəm olaq. 17 olsaydı başına. Neyse. Olsun ne bu olsun. Olsun 15 olsun. İnden Azerbaycan takımına geldi. Deyəsən milli oyun varmış. Ondan sonra oynayaq ondan sonra şey deyək. Azerbaycan mənə almaq üçün deyir bir də oyuna görə elə. Nətər oynayırsan? Oynayabilirsən. Hani oynayamam. Azerbaycan transfer olmaq üçün Eşe oynamalıyız. Oynadık ve attık golü. Aha, qəbul olduq. İndi isə Avropa çempionu oynayırıq. Yenidən Azərbaycan takımında mı? İrlanda ilə oynayırıq. 3-1 Azərbaycan uzur. Mən sağırdan mən gəldim. Görüşürüz. Gol. Səlmə. Bir dəfə pas verəcəm. Aha. Ayda. Çox pis getdi. Kesin, içəri kesin. Aha, vur. Gol. Və gol. Elə ağıllı olun. Ağıllı mı? Ağıllı mı? Azərbaycan qarşı oynayırsın. Almanya. Yəni Germaniya oynayırıq. Germaniya ilə oynayırıq. Görən olur. Almanya bayrağı və Azərbaycan bayrağı. Getdik. Azərkeşlərə bağlı.
Buradan vura bilərik. Oo, zor attı o golu. Çok zor attı ama. Belinin üstünden geçti. Ümidsiz de yok diye. Özümüz vurmalıyıq və vurduq. Qəşəng. Qəşəng. Ay, penaltı. Ay, daha Cəynəmin kurtardı. Çox diqqətli. Qəşəngsən. Vurduq. Yani özümüz kurtardık aslında. Aa, final oynuyoruz. Niderlandla final oynuyoruz. Avrupa Şampiyonu. Avrupa Kupası oynuyoruz. Finalda əməlli başlı final. 10 uçsa əl olacaq. Necə buna pas verək ya? Aa, tuttu. Sana vurdu. Aa, vurdu. Əla. Vurduq. O kramponları almağı çok istəyirəm. Aha. Geldik. Sonuncu ve axırıncı final oyununa. Aha. Qəşəng. Əla, bomba kimi. Oynadık ve kazandık. Ya korner. Aha, hayda. Aha, başladı. Uf, zor vurdu ama. En geçeyi orada pas vermeydi. Aha. Vurak onu. Ayda. Oyda. Zor oldu. O zor oldu. O oyuncusunun vallahi çok zor oldu. Əla oldu. Və görə hər hansı takımlar bizə bir Parisdə qala bilərik. Fransa, Strasbourgla gedə bilərik. Nə? Strasbourgla gedə bilərik. London Buraya gedə bilərik. Sevilla, İspaniyaya gedə bilərik. Bəlkə biraz dəyişirik. Yox, Parisdə. Yox, mən indi nə varam? İspaniya. 17 nömrə. Camilo Duran. Adım dəyişdirəm hə. Necə adım dəyişdirim? Yazıram. Ay, bu nə atırdı hə? Evet. Evet son, evet. Camilo Duran. Biri var Camilo Duran, biri var Camilo durmuyor. Oy, bu nedir? Oy, mən haram göstərirlər onlara, oy. Elçi ilə oynuyoruz. Şimdi Camilo Duran'a pas geldi. O da var ya. Aha. Ayda. Çok pis oldu aklıma. Aha. Burak. Gol. Camilo Duran. Ve gol. Oo, Barcelona ile oynuyor. Ayda. Ay, Barcelona mı? Aha. Verdi pas. Attım pas vurdular. Ronaldo, Neymar geçsin.
Neyse. Etməni geçsin. Qarabağda Ronaldo Neymar yoxdur. Geçən mahnədir. Ronaldo Neymar geçsin. Nəriman Axundzadə yazsın. Əgər Qarabağda Ronaldo Neymar var. Ayda. Ay bunlar nə istəyir? Aha. Onu vur. Onu vur. Onu vurarsın. Of. Of. 90'lıktan vurdu. Penaltı. Geçek. Ay. Niye normal vurmursan he? Niye normal vurmursan? Ayağımda ne? Aha. Kaçışa bak ne? Kaçışa bak. Nerede? Ayda. Çok pis oldu ya bu. Ayağım nerede? Ayda. Allah'ım olsun piş ya. Ben buradan vururum. Ayda yok vuramıyorum. Aha buradan vuramıyorum. Oy da. Buradan vuram ama penaltıdan vuramıyorum. Çok meraklı. Bu defa başka yere vuracağım. O ne? Ay harattım ben. Oy da kaçtı da tek lan. Aha. Vur. Pas verirler. Allah. Bunu vurdu şimdi penaltı kaldı. Ay da bu kaçsın ben ne halim? Yani böyle çətinliklər arada olur. Ama yani Barcelona qapısı deyil. Elə bir Koharskidir. Tutmadı bir dəfədə nə olmuş ki? Ay. Ha. Allah. Bunu tutabilmirsən ama onu tutabilirsən. Neyse, ne diyeyim ben sana? Axır ki vurdu onu. Axır ki. Aha, Barcelona'da uddu ve indi ise London'da oynayacaq. Ama yani ben London seçsəydim və yaxşı təkliflərdə London seçsəydim indi İspanya ile oynayacaqdım. Yani bu takımda. İndi oynadığımız takımda. Aslında Paris'te qala bilərdim yəni. Ay bu nədir? Aha. Ayda. Allah. On dört nömrə. 17 nömrə. Kamera. Buna vurmaq var elə. Əlayı, biz nəyik? İndi bunu vurmaq var elə. Əla. Antrenman əla keçdi. Əla saç stilləri tapdıq. İndi gedək biraz paltarımızı dəyişdirəm də, hə? Paltar elə bir məştubanın hammalıyım. Gözləyəm. Saç bunu istəyirəm mən. Qara olsun. Saqqal olmasın. Vay. Hop. Bundan önceyse ben bunu.
Ay sen ben bunlarla oynamak istemezsin. Neyse ben onunla kalsın. Aha. Krampondaki öz aldığım krampon ya yer aldığım krampon burada yoktu diye gel. Kara. Bunda bunu seçeyim. Maska olsun, əzək yoktu. Belə qoyaq. Ne yok belə qalsın. Mesela top severim ben. İyi. Aha. Şimdi gelirik kaldığımız yerden. Devam edelim. Yuh. Ne var lan? Özümüz vurduk. Ay gedirdi. Allah'a and olsun gedirdi o gola. Allah'a and olsun o gola gedirdi. Aha gol. Allah Camila Duran ve gol. Aha yine zərmə. Ay. Ay yazık adamın ağzında değil. Oy harattı. İndi gəldik zərməyə. Aha zərməni də atsaq əla. Əla. Bomba kimi. Qaçışa var. Ay elə şeylər eləmə. Sən Qarabağlısan. Sən Qarabağsan ya. Elə Ronaldo nəsə niyəsə. Öz hərəkəti verir. Belə qalandan sonra ürək tutmursan. Aha Əvzə gəldi. Əvzə ilə indi bir daha taxırıq. Əla olur. Boks oynamıram. Futbol oynuyorum. Aha. Ya bunu vuram ben. Oy oy oy. Allah. Aha yine zərmə. Bu Barcelona mən niyə bir zərmə vururam? Ay. Ağzım açdı. Bu niye böyle sürüşür? Aha pas verdi 10 numaraya 10 numara 10 numara Camilo Duran. Ay buraya. Altı numara götürdü. 5 numara. 8 numara. Camilo Duran. 8 numara. 17 numara. Ay zərməyə var. Camilo Duran. Və təbii ki bu. Bura pas verebilir ki. Ay tut da. Ayda. Ya bir dakika özüm geleceğim oynayacağım her yerden. Ay penaltı. Allah'a andolsun penaltı xətti geçmişti.
Abi niye mi seçiyorsun? Ramos sattı bu. Aa, kamyon duran burada. Aha, 8 nömrə və qol. Aha, Roboşa da. Ay, yox. Allah. Duran vurdu. Gol. 11 nömrə vurdu. Biz de Barcelona'nın antisini yeriyoruz. Ondan sonra gelip sağ ol gel. Bu kimler? Bu Real Madrid değil. Oo. Ama zor vurdu bakın. Sen. Aha. İndi ise Avrupa Şampiyonlar Ligası. Bunda uzaklaşsın. Aha, vurduk gol. Aa, bu nerede? Evet, tez oynamalıyım. Mesela sen. Gol. Evet, gola bak he. Aslında, aa, penaltı. Allah. Allah. Ayda. Sağ olun dostlar, görüşene dek videomu bağlamalıyım. Yoksa çəkilməyəcək. Sağ olun, görüşene dek.